İranı Azərbaycan xalqının gözündən salmaq üçün illər öncə başlanan mübarizə bu gün də davam etməkdədir. Azərbaycanın bəzi yalançı mediaları illərdir əsassız iddialarla çıxış edirlər ki, güya İran həm 1-ci Qarabağ müharibəsində, həm 2-ci Qarabağ müharibəsində Ermənistana silah daşıyıb. İranın Ermənistana silah yardımı və digər yardımlar göstərməsi barəsində video kadrlar əsassız olsa da, yalan və fitnə yayanların əlində yetərli bir sübutları olmasa da, illərdir İranın Azərbaycan xalqının yanında olması barədə kifayət qədər sübutlar var. Hadisin azad olunmağında İran Sepahının o zaman necə yardımlar oldu? Sepahın Hər tərəfli yardım olub. Hərbi sahədə də yardım olub. Keçirdiblər necə lazımdır. Mən şəxsən orada gözümlə gördüm ki, cəmaət suda boğulacaq da kişi. Arazdan keçəndə İran şərait yaratdı, açdı, keçdi bəri tərəfə köməkli gəlin uzatdı. Qarabağ istiqamətində vuruşmasında İranlılar, Azərbaycanlılar farslarla bir yerdə vuruşublar. Özdə qəhrəmancasına vuruşublar. Özdə şəhid olublar. İran azı. Yəni öz tərəfindən bir şiə müsəlman qardaşı kimi Azərbaycana istənilən dəstəyi köməyi verib. İran öz könüllülərin göndərib Azərbaycana. Ya Fatimə Zəhra Cəmaət keçsin, şöyle yazsın. Heydər Əliyev İranla əlaqələri bərpa edəndən sonra Naxçıvanın 350 min əhalisi o vaxtları demək İranın bizə göndərdiyi demək yardımlarla Naxçıvan yaşadı.